Mən Nərmin müəllimə sizinlə DİM test toplusundan 2005-ci ilin DİM test toplusundan birinci hissədən yosunlar bölməsinin izahını paylaşacağım. Baxaq izaha. Xlamidamanada Olotrixin zoosporundan Olotrixin zoosporunun aşağıda göstərilən əlamətlərin hansına görə fərqlənir? Olotrixin zoosporu, xlamidamanada hər ikisi bir hüceyrəlidir, hər ikisi aktiv hərəkətlidir. Lakin xlamidamanadada 2 dənə, Olotrixdə isə 4 dənə qamçı var, yəni qamçıların sayına görə fərqlənir. Xlamidamanadanın cinsi çoxalması zamanı ana hüceyrədən göstərilənlərdən hansı qalır? Yalnızca qabıq qalır deyə. Qabıq deyəndə, yəni onun əslində qlaf deyilməsi biraz daha məqsədə uyğundur. Hansı qabıq yazıb biz də qabıq götürək. Yəni bu bir dənə xlamidamanadadır. Xlamidamanadanın daxili mühtəviyyatı hissələrə bölünür, amma mütləq şəkildə saxlayırıq. Hər hansı bir canlı çoxalmamışdan əvvəl mütləq öz hərəkət orqanoidlərini itirir. İndi burada da xlamidamanada, yəni birinci hərəkət orqanoidlərini, yəni qamçılarını itirir. Qamçılarını itirdikdən sonra daxili mühtəviyyatı bir neçə yerə bölünür və yeni xlamidamanadalar. İndi burada cinsi çoxalma da deyirsə, deməli, qametlər yaranır. Buna görə də yalnızca qabıq olur. Yəni, qametləri əvvəlcədən itirmişdi deyə, qamçıları əvvəlcədən itirmişdi deyə, qamçılı qabıq yox, sadəcə qabıq deyirik ki, qalır. Hansı sap şəkilli yosundur? Cavab burada Sprogyra. Ulva, deməli, lövhə şəkillidir. Laminaria lent şəkillidir. Xlorella xlamidamanada bir hüceyrəlidir. Sprogyra və bizim tanıdığımız Olotrix isə sap şəkillidir. Olotrixin çoxalması zamanı hansı hüceyrələrin birləşməsindən zigot əmələ gəlir? İstənilən halda hansı canlı olur olsun, zigot əmələ gələcək qametlərin birləşməsindən. Olotrixin də qametləri 2 qamçılıdır. Substrata yapışmış sap şəkilli yosun, bu Olotrixdir. Məhz onun substrata yapışmağa xidmət edən hüceyrəsi ölü hüceyrədir. Yalnızca qlafı var. Başqa heç bir hüceyrə strukturu və s. heç bir bioloji prosesi yoxdur. Qırmızı yosunların qırmızı rəngi nə ilə əlaqəlidir? Onlarda deməli işığı tutmağa uyğunlaşan qırmızı pigmentlərin olması ilə. Qırmızı pigmentin görünən işıq spektrinin qırmızı şüalarını uda bilməsi xüsusiyyəti ilə cavab B bəndi. Amma təbii ki, deyirik ki, bəli, qırmızı yosunlar daha dərindədir. 200 metrə qədər dərinlikdə qırmızı yosunlara təsadüf olunur. Xlorella xlamidamanadadan nə ilə fərqlənir? Baxaq, hüceyrə divarı və nüvəsinin olması üçün ikisi də bitkidir, içində hüceyrə divarı var və ikisi də eukaryotlu nüvəsi var. Cinsi çoxalmanın və qamçıların olmaması ilə bəli doğrudur. Xlorella yalnızca qeyri-cinsi yolla çoxalır. Xlamidamanada həm cins, həm də qeyri-cinsi və xlorellanın qamçısı yoxdur. Xlamidamanada isə 2 qamçılıdır. Cavab B bəndi. 14 hüceyrədən ibarət olan Sprogyranın neçə yaşıl hüceyrəsi var? Hər biri yaşıldır. Elə 14-ün hamısı. 11 hüceyrədən ibarət olan Olotrixin maksimum neçə hüceyrəsi əlverişli şəraitdə bölünə bilər? Cavab 10. Çünki sondakı bir dənə ölü hüceyrənin yalnızca qlafı var. Bayaq da dedik və həmin hüceyrədə heç bir bioloji proses baş vermir. Yeganə funksiyası bitkini substrata birləşdirməkdir. 12 hüceyrədən ibarət olan Olotrixin cəmi neçə xromatoforu var? Cavab 11. Yəni sonda bir hüceyrənin yalnızca qlafı var. Olotrixin 4 qametində neçə qamçı var? Bizim öyrəndiyimiz xlamidamanada və Olotrix hər ikisinin qametləri 2 qamçılıdır. 4 dənə də qametində 8 qamçı olacaq. Olotrixin 5 zoosporunda neçə qamçı var? Olotrixin isə zoosporunda qeyri-cinsi yolla çoxalmada iştirak edən bir zoosporunda 4 dənə qamçı var. 5 vur 4 bərabərdir, 20 dənə qamçı var. Yosunlarda fotosintezə həyat keçirən orqanoid xromatofordur. Mənası rəng daşıyandır. Və yalnızca yosunlarda var, yəni yalnızca ibtidai bitkilərdə var xromatofor və 2 membranlı deyil. Olotrixin zigotu bölünərək bilavasitə əmələ gətirir sporlar. Olotrixin zigotu meyoz yolla bölünür, meyoz yolla bölünməsi nəticəsində əmələ gəlir sporlar və bu xlamidamanada və Olotrixin ikisində eynidir. Sadəcə deyirik ki, Olotrixdə
ziqotdan əmələ gəlir spor və yaxud da kitabımız yazır qamçısız spor. Xlamida monadada isə içi qamçılı spor olduğu üçün deyirik zoosporlar. Ulotriksin qamçısız sporlar bilavasitə nə əmələ gəlir? Tərs sualdır, bu da isə ziqotdan. Daha çox hərəkət olan yosun xlamida monadadır, çünki qamçılar var, aktiv hərəkətlidir. Göstərilən yosunlardan rizoidə malik olanı cavab laminariya. Bizim bildiyimiz laminari və porfira. İki yosunda rizoid var və iki yosunda nəsil növbələşməsi var. Laminariya və porfira. Qeyri-cinsi çoxalma zamanı ulotriks sapını bilavasitə əmələ gətirir. Zoospor qeyri-cinsi yolla çoxalma deyirsə, sondakı ölü hüceyrədən başqa hər bir hüceyrə minimum sayda 2 dənə, amma 4 qamçılı zoospor əmələ gətirir. Həmin bu zoosporlar suda üzərək düşür suyun dibinə və orada mitoz bölünmə ilə yeni bir sporu, yeni bir ulotriks, yeni bir orqanizmi formalaşdırır. Cinsi çoxalma zamanı ulotriks sapını əmələ gətirən bilavasitə cinsi çoxalma dediyinə gələcək qamçısız spordur. Qırmızı yosunlarda olmur, sap şəkilli tablon. Çünki qırmızı yosunların orqanizmi ya lövhə şəkillidir, ya da lent şəkillidir. Biz sap şəklini görürük yalnızca yaşıl yosunlarda, xromatofor bütün yosunlarda, translyasiya, transpirasiya hamısı bütün yosunlarda. Nəsil növbələşməsi laminariya və porfirada, onda porfira qırmızıdır, laminariya qonurdur. Yəni, yaşıl yosunlarda nəsil növbələşməsi yoxdur, amma qırmızı yosunlarda var. Bütün ibtidai sporlu bitkilər üçün doğru olan bütün ibtidai sporlu bitkilər, yəni cavab yosunlar. Kökləri olur, heç birinin kökü yoxdur. Fotosintez xloroplastlarda gedir, heç birində xloroplastda getmir. Yalnız suda yaşayır. Plevrakok torpaqda, quru torpaqda, quru yox da nəm torpaqda yaşayır. Toxum əmələ gətirir, heç bir toxum əmələ gətirmir. Fotosintez xromatoforda gedir, bəli. Bu bütün ibtidai sporlu bitkilər üçün xarakterikdir, yəni yosunlar üçün, bütün yosunlar üçün xarakterikdir. Sual nömrə 22. İki ulotrik zigotu əmələ gətirən qametlərin qamçılarının sayı neçə xlamida monada qametində olar? İki ulotrik zigotu. Bir zigotu əmələ gətirir 2 dənə qamet. Və hər qamet 2 qamçılıdır. Yəni, bir zigotu əmələ gətirən qametlərdə olacaq 4 dənə qamçı. Çünki 2 dənə zigot arasında 2 dənə qamçısı, 4 dənə qamçı olacaq. 2 ulotrik zigotun əmələ gəlməsində isə 8 dənə qamçı iştirak edəcək. Deməli, birinci hissəmiz 8 tapdıq. Qamçıların sayı neçə xlamida monada qametində olaraq xlamida monadan qametlərdə 2 qamçılıdır, 8 bölünsün 2 bərabərdir 4. 4 ulotrik zoosporun, ulotriksin zoosporu 4 qamçılıdır. 4 dənə də zoospor dediyi üçün bərabərdir 16. Qamçının sayı bərabər oldu 16-ya. Qamçı neçə xlamida monada qametində olur? Xlamida monadan qaməti 2 qamçılıdır. 16-nı bölürəm 2-yə bərabərdir 8. Daha sonra davam edirik. Nömrə 24. 32 yeni ulotrik sapının əmələ gəlməsinə neçə zigot iştirak edər? Deməli, 2 qamət iştirak edir mayalanmada. Əmələ gəlir bir dənə zigot. Daha sonra bu zigot əlverişli şəraitdə meyoz yolla bölünür və 4 dənə yeni ulotrik isə qamçısız sporu və nəticədə hər sporda başlanğıc verir yeni bir orqanizmə. İndi bizdən nə istəyir? Zigotu istəyir. Mən deyirəm ki, bir zigotdan əmələ gələcək 4 dənə bitki. Bəs 32 bitki neçə zigotdan əmələ gələcək? Bərabərdir 8-ə. Qeyri-əlverişli şəraitdə xlamida monada yosununun bu proseslərdən hansı baş verə bilər? Deməli, əlverişsiz şəraitdə bir xlamida monadanın daxilində bölünmə, daxili mütəviyyatı bölünür, qametlər əmələ gəlir, qametlər tökülür suya, cüt-cüt birləşir, zigot əmələ gətirir və zigot düşür suyun dibinə. Deməli,
qalın qabıqlı əhatə olunur və əlverişsiz şəraitli suyun dibində çəkilir. Ondan sonra mühit şəraiti əlverişli olduqda artıq ziqotun daxilində meyoz bölünmə baş verir və xlamida monadada 2 qamçılı zoosporlar əmələ gəlir. Yəni bizdən istədiyi nə? Əlverişli şəraitdə baş verə bilər. Əlverişli şəraitdə mən yalnızca altını gördüm. Qeyri-əlverişli. Qeyri-əlverişli şəraitdə 1, 2, 3, 4, 5 hətta bir dənə 6. Bir dənə 6 baş verəcək. Əlverişli şəraitdə qalan hamısı qeyri-əlverişli şəraitdə. N sayda hüceyrədən təşkil olunmuş ulotrix yosununda olan xromatofor və nüvədən birlikdə cəmi N sayda hüceyrə varsa, burada bir dənəsi ölüdür, yerdə qalanı canlıdır. Və bu canlı hüceyrənin hər birində nüvə də var, hər birində xromatofor da var. Cəmi də bərabər olur, 2N çıxılsın 2. 27. N sayda hüceyrənin təşkil olunmuş ulotrixdə hüceyri və xromatoforların birlikdə cəmi yenə eynidir. Xromatoforla birlikdə cəmi, burada nədir? Hüceyrə və xromatoforların birlikdə cəmi. N sayda hüceyrəmiz var. Bu N sayda hüceyrədə xromatoforumuzun sayı N çıxılsın 1-dir. O da bərabərdir 2N çıxılsın 1. Və 28. Ulotrixin cinsi çoxalması zamanı əmələ gələn bitkilərin sayını N2 işarət etsək, spor, ziqot və qamət sayını bizdən soruşur. İndi biz deyirik nə? 2 dənə qamət birləşir və bu qamətlər 2 qamçılıdır. Əmələ gətirir 1 dənə ziqotu və ziqotun da bölünməsi nəticəsində əmələ gəlir 4 dənə spor. İndi bizə deyir ki, və hər spor da yeni bir bitkiyə başlanğıc verir. İndi burada əmələ gələn bitkilərin sayı N bölünsün 2-dirsə, deməli buradakı sporların da sayı N bölünsün 2-dir. Biz sporun sayını artıq dərhal tapmış olduq. N bölünsün 2, yəni ya B-dir, ya C-dir, ya da Y-dir. Sonra ziqotun sayını soruşur. Mən deyəcəm ki, bax, əgər bir ziqotdan 4 dənə yeni fərd yaranırsa, bəs N bölünsün 2 sayda ziqotdan neçə dənə, N bölünsün 2 sayda fərdin əmələ gəlməsi üçün neçə dənə ziqot lazımdır? Deyəcək burada N bölünsün 8. N bölünsün 8. Daha sonra deyirik ki, N bölünsün 8 sayda ziqot neçə qamətin birləşməsinə əmələ gələcək? O da özündən 2 dəfə çox, yəni N bölünsün 4 cavab Y bəndi. Bu da belə. Hələlik bu qədər yoldaşlar. Növbəti izahdan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Uğurlar.